Cəlilabad rayonunun qədim yaşayış yeri həməşarə olub. Sonra isə Hasıllı adı ilə tanınıb. Rayon 8 avqust 1930-cu ildə təşkil olunub. 1967-ci il 2 iyul tarixində görkəmli yazıcı Cəlil Məmməd Quluzadənin şərəfinə rayon Cəlilabad adlandırılıb. Cəlilabad rayonu şimaldan Biləsuvar, şərqdən Neftçala, cənub-şərqdən Masallı, cənubdan Yardımlı rayonları ilə, qərbdən isə İran İslam Respublikası ilə həmsərhəddir. Rayonda 2 şəhər, 117 kənd var. Ən iri kəndləri Uzuntəpə, Alar, Üstəpə, Günəşli, Bəcravan və Pirivolmoyedir. Göytəpə isə hazırda şəhər adını almışdır. Rayonda 119 bələdiyyə və 30 inzibati ərazi dairəsi fəaliyyət göstərir. Zəngin tarixi olan Cəlilabad rayonunda 50-dən çox tarixi arxeoloji abidə var. Rayonun eneolit dövrünə aid olan Əli Kömək təpəsi və Mişarçay yaşayış yerləri, 4-cü minilliyə aid olan Qurudərə yaşayış yeri, Tunc dövrünə aid Çinli təpə, qədim Muğan və Bəcravan şəhərinin qalıqları, Qazan köşkü, Zərdüş daxmaları və sair kimi qədim